Hər vaxtınız xeyirli uğurlu olsun, mənim əziz və dəyərli bacılarım. Yenə mən gəldim, yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Bilirəm indi bu vlogu görüb şok olursunuz ki, nə əcəb bu sevincdən, bu tezlikdə yenə də vlog paylaşdı. Mən özümdən şokdayam bu saat. Elə indicə bunun şərəfinə hərənizdən bir like gəlsin qızlar. Bəlkə mən də sizin aktivliyinizi görüb həvəsə gəldim. Tez-tez vlog paylaşdım sizin üçün. Təbii ki, zarafat edirəm. Bəyənsəniz də, bəyənməsəniz də canınız sağ olsun. Amma bəyənsəniz təbii ki, sevinərəm. Çünki bilirsiniz, bu mənim üçün çox önəmlidir. Daha doğrusu kanalım üçün. Bir dənə balaca bir toxunuşla o like düyməsinə tıklayın və salam, başqa heç nə istəmirəm sizdən qızlar. Neysə, keçək vlogumuza. Hə, demədim axı niyə görə bu tezliklə vlog paylaşıram. Onun da səbəbini deyim biləsiniz. Hal-hazırda saat 23:00'dır. İşıqlarımız sönüb qızlar. Ölürük istidən. İşıq yox, internet yox. Məşğul olmağa bir məşğuliyyət yox. Çünki bilirsiniz, bütün işlər hamısı işıqla əlaqəlidir. Ona görə də oturmuşdum, dedim, nə edeyim ki, başımı qatırım, vaxt geçsin. Dedim, elə ən yaxşısı oturum bir vlog montaj edim. Həm də fikirləşdim ki, onsuz da bu montaj proqramına internet ehtiyacı yoxdur. Elə oturum bir vlog montaj edim və fürsətdən istifadə edib sizin üçün montaja başlamışam. İnşallah ki, işıqlar, mən montaj edib qutarınca işıqlar yanmaz, yoxsa yenə də yarımçıq qalacaq. Nəysə belə qızlar, dediyim kimi gecikmiş vloglardan biridir bu da. İyul ayının 5-i idi. Gəlmişəm burada vergilər idarəsinə. Əslində vaxtını tamamilə unutmuşdum. Bilirdim ki, 1-dən 20-sinə qədər, iyulun 1-dən 20-sinə qədər hesabat günüydü, amma unutmuşdum vaxtım. Yadımdan çıxmışdı tamamilə. Yaxşı ki, SMS gəldi, yadıma saldılar və mən də dedim, gedim bu hesabatı da verin, çıxsın aradan. Bölüm nömrəsi. Mobil nömrənizi. 77 5. Necəsə müraciət? İkinci gün hesabatında. Bəli. Asan imza nömrəniz var və ya da Sima imza. Sima imzam. Sizdə olub kütləvi informasiya var. Sima imzam da var, Aslan da var. Asan olsa asanı verin. Sizə dedilər. 22. Telefon üzərindədir. Bəli. Mən listədən baxaram dəqiq. Ayın 24'ü müracaat ediyoruz. Alın. Evet. Hani bu anlık görüntü geldiğinde bilimlerin görüntü ayrılığında evet. Karşı tarafta burada ikisini tutuş görüyorsunuz değil mi? Sanatların tercih edilmesi var. Sizdə olub 725. Ha, Size ayın bəli. sizlerin üzerinde meşrut göndermişim. Sanatların tercih edilmesi. Neysə qızlar, vergilərdə də işimi həll etdim, çıxdım. Vergilər idarəsi də Nərmanlıqda yerləşir. Və oradan da dedim, çıxmışkən biraz mağazalarda gəzim. İndi yollanıram Aliviyaya, çünki Aliviyada endirimlər var. Endirimli günlər başlayıb. Buna görə dedim, gedim görüm orada nə var. Həm də alınacaq bir-iki şey var idi. Onları da dedim, alım. Belə gəldim Metroparkla üz-üzə olan Aliviya mağazasına. Alacağımı aldım və çıxdım, yollandım evə. Çox gəzə bilmədim, çünki evə tez getməli idim. Axşama yeməyimiz yox idi. Gedib hələ yemək də hazırlamalı idim. Ona görə də tez qayıtdım evə. Əslində həmən gün, bu günü ayın 5-i getmək istəmirdim. Sadəcə olaraq hava həmən günü biraz sərin idi digər günlərə baxanda. Ona görə dedim ki, nə qədər sərindir. Bugün gedim, tez qayıdım. Ola bilər ki, sabah daha isti olar. Ona görə də elə həmən bugün getdim, tez də qayıtdım.
Və elə bu səbəbdən çox vaxt evdən çıxarkən yeməyimi hazırlayıb çıxıram ki, fikrim evdə qalmasın. Yəni hazır olanda rahat-rahat gəzə bilirəm də, amma bu dəfə belə olmadı. Fikrim qalmışdı ki, işdən gələnlər nə yeyəcək falan, ona görə də tez qayıtmalı oldum. Təəssüf ki, amma yox, bu dəfə belə oldu. Artıq da çox güman ki, bir də evdə yemək hazırlamadan çıxmayacağam. Nəysə, gəldim evə, çatdım. Çatdım deyəndə özümü güclə çatdırdım da qızlar evə. Nə qədər sərin olsa da hava, yaydı da, yenə də istidir. Yolda su aldım özümə, amma o da istilənmişdi, ürəyimi bulandırdı. Bir dənə evə tez çatdım, bir dənə çay içim, əsas odur. Nəysə, yoldan da gələndə oğlum üçün yemək üçün, hazır dediyim kimi hazır yeməyim yox idi. Bir dönər aldım, bir dənə də kurasan aldım. Dedim hansını yeyər. Özümə də belə bir şirniyyat götürdüm ki, gələn kimi bir dənə çayla içim. Ciyərim yanırdı susuzluqdan. Nəsə, bir də Aliviyadan aldıqlarımı da dedim, göstərdim sizə nə almışam. Düzdür, çox şey almamışam. 2 şey aldım Aliviyadan. Biri kraskadır. Bu kraskanı almışam. Bir də şampundur. Hal-hazırda qızlar Aliviyada yolun səhv etmirəmsə 30-una qədər endirimlər başlayıb. 60% endirimlər var bütün məhsullara. Yəni videomda elə yaxşı ki tez paylaşıram. Əgər xəbəriniz yoxdursa, xəbəriniz olmuş olacaq. Yararlanmaq istəyirsinizsə endirimlərdən mütləq gedin Aliviya. Demək olar çox şey endirimdədir. Çox şey yox, hər şey endirimdədir. Belə, yəni dediyim kimi bir belə şampun aldım Frutisin, Garnier Frutisin, bir də kraska götürdüm. Aliviyadan çox vaxt alıram kraskanı, yaxşı çıxır oradan. 2 tübüklü olandan götürürəm ki, xeyli gedir də, 2 dəfə istifadə edə bilirəm. Və aldığım bu 2 məhsula cəmi 11 nə qədərsə ödədim, 12 manata yaxın ödədim. Amma normalda, yəni 60% endirimsiz hesabında, normal qiymətlər yadımda deyil. Amma bilirəm ki, kraskaya endirimlə 6 manat nə qədərsə ödədim. Şampun isə 4 manat neçə idi. İkisinə bir yerdə təxminən 12 manata yaxın pul ödədim. Və bir də ki, belə bir şey var qızlar. Aliviyanın öz rəsmi saytından onlayn sifariş də vermək olur. Əgər vaxtınız yoxdursa getməyə, onlayn da sifariş verə bilərsiniz. 35 manata qədər sifariş ödənişlidir çatdırılma. Amma 35 manat üzəri sifarişlər ödənişsizdir. Yəni belə də bu fürsətlərdən də yararlana bilərsiniz. Əgər vaxtınız yoxdursa. Bu arada qızlar, elə hal-hazırda işıqlarımız da yandı. Çox sevindim. Həqiqətən də işıqsız həyat yoxdur. İşıqdır, sudur, qazdır. Bunlarsa həyat yoxdur həqiqətən də. İnanın ki, nəfəs almaq olmurdu da evdə artıq. Tez kondisionerlərə də qoşduq. Yavaş-yavaş indi başlayıb sərinləməyə. Mən də durdum belə, biraz fasilə verdim və qayıtdım. Yenə də oturdum ki, montajı tamamlayım. Ki, qalmasın ki, sabaha vlogu mütləq paylaşım. Belə qızlar, burada da çayımı süzmüşəm, aldığım şirniyyatla. Dedim çayımı içim. Həm aclığımı, həm susuzluğumu yatızdırım. Sonra durum işlərimi görüm. İşlərimi görüm deyəndə əsas mənə yeməyi tez hazırlamaqdır. Qalan işləri yəni tələsmədən də edə bilərəm. Və elə dönər aldığıma görə artıq oğlum yemişdi deyə qarnı tox idi, rahat idim. Amma yenə dedim tez yeməyi hazırlayım ki, yoldaşım da işdən gəlib yemək yeməli idi. İşdən deyəndə yəni işdalca getmişdi. Qaydanda dedim ki, hazır yeməyimiz olsun yeməyə. Və elə çayımı içdikdən sonra durdum, yeməyimi də hazırladım. Fikirləşdim ki, nə hazır edim ki, tez hazırlansın, yəni tez başa gəlsin. Deməli, ən yaxşısı makaron süzüm, yanında da toyuq qızardım. Belə də etdim. Toyuğu doğradım, tez qoydum qızarmağa. Makaronu da, o ilə bərabər makaronu da qoydum qaynamağa və əlavə olaraq da özümə toyuqdan ayırıb qreçkada dəmlədim, parnoy. Xoşlayıram bu yeməyi, yəni belə ətlə qreçkanı bir yerdə dəmləyirəm. Duzsuz, yağsız da, yəni. Üstünə də qatıq əlavə edib yeyirəm. Çox dadlı olur.
Və işlərimin çox hissəsini etmişdim ki, bir də gördüm qapı döyülür. Xalça şirkətindən xalçaları gətiriblər artıq. Yəni aparanda demişdilər ki, hardasa 5 günə gələcək. 4-5 gün elə də o həmin eyni vaxtda gətirdilər. Və əslində burada yəni adını göstərirəm də Nurlan xalı yazılıb. Mən isə internetdən tapıb ən yaxın bizə olan şirkəti tapdım. Adı Damla xalça yuma idi. Gətiriblər, üstünə oxuyuram ki, Nurlan xalça yumadır bu. Baş açmadım nəysə bir sözlə. Yəqin ki, köhnə adları Damla olub, yenilənib, indi Nurlan olub. Nəysə, axırı gətirdilər, çatdırdılar. Yəni, ilk dəfə idi ki, bu xalça yumaya vermişdim xalçalarımı. Yəni, necə yuduqları barədə heç bir fikrim yoxdur. Amma sonradan açdım xalçanı yoxlamaq. Çünki bir-iki ləkə var idi. Görüm, təmiz yuyublar ya yox. Gördüm ki, təmizdir. Yəni, razı qaldım. Ümumiyyətcə, son vaxtlar bu alternativ yolları seçirəm. Özümə əziyyətə vermirəm. Məndən olsa, evin ümumi təmizliyinə də şirkəti çağıraram ki, təmizləsinlər. Əvvəl belə şeylərə çox da önəm vermirdim. Deyirdim ki, yox, əziyyətini özüm çəkim, heyifdir pula, amma indi başa düşürəm ki, insan gərək özünə qiymət versin. Öz dəyərini bilsin, ona görə də belə lazımdır ki, çox da özünü əziyyətə salmayasan. Demirəm həmişə, yəni imkan olduğu qədər gərək özünə zəhmət verməyəsən də, yəni əziyyətə salmayasan. Belə qızlar, yəqin ki, məni başa düşdünüz nə demək istədiyimi. Burada da özümə qəşəng bir köpüklü kofe hazırlamışam. Bu artıq ertəsi gündür, növbəti gündür. Və qonşum mənə qəşəng həyətlərindən çiçəklər də yığıb gətirib, bilir, sarı sevgimi, sarı çiçəklər, ramaşka falan biraz yığıb gətirib qoydum güldanıma. Dedim bu gözəlliklə də bir kofe içim və işlərimə başlayayım. İşlərimə deyəndə 2 gün öncədən Vasimoy bazarına getmişdik. Oradan biraz bazarlıq etmişdik və gilə meyvələr də almışdım oradan buzluğu üçün. Onları yuyub qoymuşdum dondurucuya. Unutmuşam ki, dondurucuda belə qoymuşam gilə meyvələri donmağa və açanda dondurucunu gördüm ki, bunlara yaddan çıxıb. Dedim, çıxardım bunları, qablaşdırım, təzədən qoyum buzluğa. Bayaq dediyim kimi Vasimoy bazarından almışdım bunları qızlar. Hər il hərəsindən 1 kilo alıb dondururdum. O 1 kilo çox olurdu da. Yəni olurdu ki 2 il işlədirdim. Ona görə dedim ki elə alım ki ancaq 1 il görsün. Hər il yenisini alım dondurum da təzə olsun. Düzdür 1 kilo qırmızı qarağat aldım. 1 kilo çeyrək almışdı. Onun da üstündən yirmişdi. Hardasa yarım kilo qalmışdı. Onu da dondurdum. Və bir də börtkanı da görürsünüz orada. Onu da ki balaca korobkalarda satılır da. Onu da 4 manata almışdıq. Hardasa o da heç bilmədim nə qədər 300-350 qram zat belə gəlir də. Dedim elə nə gəlir onu da dondurum. Vacib deyil, çox olsun. Yəni bunlar hər il, yəni bitdikcə, hər il olmasa da bitdikcə həmişə eləyirəm. Yəni hər zaman mənim dondurucumda belə gilə buzluğumda, yəni gilə meyvələr olur donmuş. Və bunları qızlarla da istifadə edirəm. Şirniyyatlarda, daha sonra tort bəzəyidir, tortun içidir, yəni ara qatlarına. Daha sonra südlü kokteyllər hazırlayıram. Və yaxud kompot olmayanda, məsələn, üzü yaza doğru bir də görürsünüz, podvalda kompot bitir. Çıxardıram bunlardan hərəsindən bir avuc atıram qazana, bişirib qoyuram süfrəyə. Yəni çox bir şeydə istifadə edirəm. Bir sözlə çox əlverişli olur. Bir də qızlar yadıma düşdü. Bir də nə edirəm qızlar? Məsələn, çay dəmləyirəm. Kimsə evdə xəstələnibsə, çay dəmləyirəm. İçinə də bu gilə meyvələrdən atıram. Gilə meyvə deyəndə börtkan da əsas o smarodinadır. Birisi soyuq dəyməyə əsas da onlar kömək edir. Və onları çayla dəmləyib, kim xəstələnibsə verirəm, içir. Çox qəşəng təsiri olur. Belə normalda necə mürəbbə hazırlayırıq börtkan soyuq dəymək üçün, bu daha da faydalıdır, daha da təsirlidir. Yəni bir çox şeyə görə yaxşıdır bunları dondurmaq. Əsas da məsələn olur ki, zoğal da dondururam. Daha sonra vişnə də dondururam. Qara qarağatdır. Baxır da malina çox vaxt doldururam. Hətta malinadan hələ də stop-saat buzluğumda hal-hazırda var. Belə bunların hamısından az da olsa qoyuram buzluğa. Necə dondurduğumu da məncə izah etməyə heç ehtiyac yoxdur. Elə yuyuram, biraz suyu çəkilir aş üzərində, daha sonra sərirəm padnosa, qoyuram buzluqda dəndəndə belə donur. Daha sonra yığıram qablara. Ayrı-ayrı, yəni padnosa sərmənin də səbəbi odur ki, yəni belə birbaşa qaba yığıb donduranda yapışır da bir-birinə. Amma tək-tək dondurub sonra qaba yığanda, yəni dəndən götürmək olur içindən. Belə
Və daha sonra başladım yenə də yeməyimi hazırlamağa. 2 gündür deyəsiz ardıcıl ancaq qızartma. Yay ərəfəsində sulu yemək bilirsiniz getmir, ancaq qızartmalar gedir. Hələ ona görə də çox vaxt demək olar ki, qızartma edirəm. Çünki uşaqlar bizdə onsuz da heç qışda da sulu o qədər sevmirlər. Qalmışdı ki, yayda. Ona görə məcbur olub çox vaxt belə quru yeməklər hazırlayıram. Amma hərdən məcbur edirəm ki, heç olmasa həftədə bir dəfə də olsa sulu yemək də hazırlayım, yesinlər ki, biraz mədələri yumşalsın. Və yanına da püre hazırlayıram. Yəni kotlet püredir də bu yönki yeməyimiz. Kartofu da burada qaynadıb, yəni daha sonra, yəni kartofu soyub püre bişirmirəm də, mən qaynadıb, sonra soyub əzirəm. İçinə yağıdır, duzudur, istiotudur, bir də süd qatıb, qəşəng əzib püre halına gətirirəm. Elə çox dadlı olur. Onları da elə hazırlayandan sonra dedim, bir dənə südlü kokteyl hazırlayayım özümə. Dedim, həm də sizin üçün də çəkim necə hazırladığımı. Deməli qızlar, süd necə hazırlayıram? İçinə süddür, buzlu meyvədir və bir də şəkər tozudur. Düzdür, şəkər tozunu qatlaşdırmış süd və yaxud balla da əvəz etmək olar. İndi məndə onlar yox idi deyə şəkər tozu ilə əlavə şeylədim. Belə təxmini gözə yarı hamısından tökürəm. Çox 2 qaşıq da çay qaşığı ilə şəkər tozu əlavə edirəm. Çünki çox atanda çox şirin olur, içmək olmur. Amma belə kəm şirin 2 qaşıq bəs edir. Yəni bu qabada, bu ölçüdə. Bu blenderi də təmdən almışdım. İnan ki, çox istifadə etdiyim bir əşyadır. Ən çox Fuad üçün istifadə edirəm. Bir də belə özümüz üçün də hərdən kokteyl falan da hazırlayıram tez-tez. Çox yaxşıdır. Buradan da kodunu qoyacağım ki, qızlar əgər sifariş vermək istəsəz, yəni kodla tapa bilərsiniz bu məhsulu. Və kokteylimi də hazırladım, içdim. Dadı inanın ki, qızlar, mükəmməl idi. Elə bir ki, dondurmanı biraz belə əritmisən, eyni daddır da. Çox ləzzətli idi. Bu arada göz haqqınızda halal edin. Yəni çox baha da deyil bu blender. Siz də alın bu blenderdan mütləq. Belə dadlı kokteyllər hazırlayın için. Və burada da yeməyimizi hazır etmişəm. Püreni görürsünüz necə olur qızlar. Bir dəfə yəni eləmirsinizsə südlə əzin. Görəsiz də çox qəşəng alınır südlə. Həm dadlı olur, həm də ki bu çox püre kimi püre olur da, belə deyək. Yedilər uşaqlar da, nuş olsun balalarıma. Daha sonra yığışdırdım, qabları falan da yudum. Belə karqom gəlmişdi. Dedim onu da sizinlə birlikdə açın. 3-4 məhsuldan ibarət bir karqıdır. İnarsınız qızlar, video diqqətlə baxıram ki, görüm içindən nə çıxacaq da. Yəni unuduram da. Maşallah olsun o qədər ki, sifarişlər verirəm. Hal-hazırda telefon kargo videolarıyla doludur da. Yəni hər dəfə birini əlavə edirəm videolara ki, bitsin. Yəni sizlə bərabər baxıram, bu məhsullar imiş, yadıma düşür. Yəni unuduram da artıq hansı kargoda hansı məhsullar var. Belə içindən belə bir köynək çıxdı kargonun. Bunu hədiyyəlik almışdım. Qonşumuzun ad günü idi. Ona yadınıza gəlsə, vloqlarda 2 bargella almışdım. 11-ni qardaşıma hədiyyə etdim. Digər bargella ətini isə bu köynəyin üstünə qoyub qonşumuzun ad gününü onu da ona hədiyyə etdim. Sağlıqla giyinsin. Daha sonra özümə belə bir qısa qol pencək sifariş vermişdim. Şəkildə indi burada qoyacağım, görəsiniz də çox qəşəng görsənirdi. Yəni şəkildən tamamilə fərqli bir şeydir də. Nə rəngi, bu açıq, burada tünd qaradır, burada boza çalar rəngdir. Orada çox uzun görsənir, burada qısa. Bir sözlə bəyənmədim. Əyində sanki köynək giyinmiş kimi dururdu. Bəyənmədiyim üçün də qaytardım bunu. Yəni çox təəssüf, amma necə həvəslə gözləyirdim onu.
Neysə qaytardım. Köynəyi və daha sonra belə bir bu şutkalardan aldım. Masaj şutkalar. Çox qəşəng olur bunlar. Saçı iyi olmur. Masaj edərək darıyır. Və son məhsuldakı bu ayaqqabı içlikləridir. Yəni bunları baxmadan, araşdırmadan aldım. Elə gördüm ki, içlikdir, ortopedik içlikdir aldım, amma heç də ürəyimə yatmadı çünki tam da ortopedik sayılmır. Belə adi içlik kimi görünürdü. Burada da ölçüləri var. İstədiyiniz ölçüdə kəsə bilərsiniz. Və bir də ki, qışda istifadə etmək üçün də görürsünüz də içi yundu. Üstü yundu daha doğrusu. Yenə də qaytarmadım, saxladım ki, uşaqlar ayaqqabılarının içine qoyar. İstifadə edərik bir sözlə. Başqasını yenə sifariş edərəm. Belə sifarişlərim də bu qədər oldu və videom da burada sona çatdı. Sağollaşmaq vaxtıdır. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.